Çıxdıq, yəni küçələr hamısı ermənilərlə doludur. Atam dedi ki, yəni buradan çıxardaq Zastaviyyə tərəf. Burada oraya gələndə, biz gələnə kimi o yolu kəsmişdilər. Biz məcburi qaçdıq bu tərəfdən gedək. Bu tərəfdən də keçəndə belə turba var, gələ o qarxon arxı. Gələ o turbanın üstündən keçər, yaşlılar da keçənmir də. Məcbur idi ki, məsəl üçün, kişilər, o qadınlar, o yaşlı qadınları kürəyində keçilir. Özlər gedəndə gözü qaralır, keçənməzlər, turba nəziyirlər. Orada keçəndə də keçdik oraya, orada vertolyot gəldi. Bizə yəni köməyə gəlir də, yəni bizi yığar aparar da. Məsələn, orada gəldi orada, fırlandı, Seyid Dostuman qalxdı bir-birinə. Gözü görməli, çığırışma, hamı qaçlar, uşaq, qoca, cavan, hamısı qaçdı bir-birinə. Sonra qayıtdıq şeyə ki, yəni bizə kömək edirlər də. Bizə dedilər ki, yox, gəlin maşınlara dolun, siz apararlar. Maşınların yanına çatında da arvad, uşağı, qız, Allah'ın da olsun, qızların parmağına üzüyü çıxar da tuğba dedim. Biz var, indi həqiqi mənədə. Kimin pulu var, pulunu əlindən alırdılar. Yəni, dəstə, elə bir dəstə düşmüşdü ki, cəmaat soyurdu, ancaq cəmaatı soymaq idi. Sonra dolurdular maşınlara, gəldilər, körpü var. Körpünün altında saxladılar ki, sizi sədərə yapararlar. Arazidəyin post var, sədərə ilə bizim aramızda post var, Arazidəyinin postu. Ya oradan sizi verəcək sədərə, keçidəcək ora. Gəldilər orada deməzə, buradan da bizi istiqamətimizi aparacaqlar idi. 20 maşındır, 30 maşındır, hamını doldur. Arvad uşaqlı yetirilən maşına. Sonra bu arvadlar çıxırdı ki, bizi qıracaqlar. Sonra bir Naxçıvandan vayenli gəldi, Beterlə. Gəldi, qalxdı şeyin üstündə, bunlar mostun üstündə, biz mostun altında, mostun üstündə belə daşlar yığırlar ki, oradan atarlar maşınların içine. Ki, cəmatı qırarlar da. Orada da oldu ki, vayen qalxanda bunlar qaçdılar, şeylər qurub qaçdılar.